Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün bizim yeni dərs izahımız dərs 12 səyahət mövzusudur. Lesson 12 Traveling. Dərs 12 səyahət. Bugünkü dərsimizdə biz səyahət etməklə bağlı sözləri öyrənirik, bilet sifariş etmək, bunu öyrənirik və gələcəyə aid olan planlarımızı hansı zamanda deməyi öyrənmiş olacaq. Baxırıq sözlərimizə. Book a flight. Uçuş sifariş etmək deməkdir, bilet sifariş etmək. Book sözünü biz kitab mənası kimi bilirik. Amma hərəkət bildirən söz kimi book sözü sifariş etmək deməkdir. It is very easy to book a flight online. Online uçuş sifariş etmək çox asandır. Miss a plane, qatarı qaçırmaq, təyyarəyə gecikmək. My brother had a flight to Turkey yesterday. Dünən mənim qardaşımın Türkiyəyə uçuşu var idi. He woke up late and missed the plane. O gec durdu və qatarı təyyarəyə gecikdi. Pack the suitcase, çəmadanı yığmaq. I always pack my suitcase 2 or 3 days before my flight. Mən adətən çəmadanımı uçuşumdan 2-3 gün əvvəl yığıram. Get on the plane, təyyarəyə minmək. Look, Anar and his family are getting on the plane. Bax, Anar və onun ailəsi təyyarəyə minir. They look very excited. Onlar çox həyəcanlı görünür. Arrive at the airport. Aeroporta çatmaq. Havalimanına çatmaq. I couldn't find my passport, so I arrived at the airport late. Mən deməli pasportumu tapa bilmirdim və mən aeroporta, havalimanına gec çatdım. Take off, havaya qalxmaq. Our plane takes off at 2 p.m. Bizim təyyarəmiz saat 2-də qalxır. We need to be at the airport 1 hour before the flight. Biz uçuşdan 1 saat əvvəl havalimanında olmalıyıq. Take a taxi, taksi sifariş etmək. There is not a bus stop near my house. Evimin yaxınlığında avtobus dayanacağı yoxdur. I often take a taxi to my work. Mən tez-tez işə taksi ilə gedirəm, taksi sifariş edirəm. Land enmək deməkdir. Landin bir mənası torpaq, quru yer mənasındadır. Burada isə hərəkət bildirən söz kimi enmək deməkdir. Our plane landed early in the morning. Bizim təyyarəmiz səhər erkəndən endi. We were happy to back in our country. Biz öz ölkəmizə qayıtdığımıza görə xoşbəxt idik. İkinci tapşırıqda, birinci tapşırıqdakı sözlərə əsasən tapşırığımızı tamamlamalıyıq. Baxırıq birinci cümləmizə. Birinci cümləmiz nümunədir. İkinci cümləmizə baxırıq. After 2 hours, the plane took off. It was nice to be close at the clouds. 2 saat sonra bizim təyyarəmiz havaya qalxdı və buludlara belə yaxın olmaq gözəl idi. We arrived at the airport on time. Biz aeroporta vaxtında çatdıq. Our hotel was the closest to the airport. Bizim otelimiz aeroporta yaxın idi, ən yaxın idi. He missed the plane because he woke up late. O təyyarəni qaçırdı çünki o gec durdu. The plane landed after a long flight. Uzun uçuşdan sonra təyyarə endi. We were excited. Biz həyəcanlı idik. It was my first time on the plane. I was very excited. Bu mənim təyyarədə ilk dəfə ki, mən təyyarədə idim. Mən çox həyəcanlı idim. She deməli she packed her suitcase very late, so she couldn't put all things in it. O, deməli, çamadanı çox gec yığdı, beləliklə hər şeyi götürə bilmədi. I decided take a taxi to the airport because the airport was far from my house. Mən taksi çağırmaq qərarına gəldim, çünki mənim havalimanı mənim evimdən çox uzaqdır. 3-cü tapşırıqda dinləmədir, 4-cü tapşırığa baxırıq. 4-cü tapşırıqda boşluqların yerinə cümlələri buradakı sözlər vasitəsilə tamamlamalıyıq.
Baxırıq sözlərimiz nədir? Booked the flight, uçuş sifariş etmək, took a taxi, taksi sifariş etmək, packed my suitcase, çamadanını yığmaq, took off, havaya qalxdı, arrived at the airport, aeroporta çatdı, booked da sifariş etdi. Last year I decided to go to England. Keçən il mən İngiltərəyə getməyə qərarı aldım. I booked the flight with British Airlines. Mən British Airlines'dan uçuş sifariş etdim. I found a nice hotel on the internet and booked a beautiful hotel room. Mən internetdən gözəl bir otel tapdım və gözəl bir otel otağı sifariş etdim. My flight was for September 22. Mənim uçuşum sentyabrın 22-si idi. On that day I woke up early and packed my suitcase. Həmin günü mən erkəndən durdum və çamadanımı yığdım. It was time to go to the airport. Aeroporta getmək vaxtı idi. I took a taxi to the airport. Mən aeroporta taksi sifariş verdim. I arrived at the airport an hour before the flight. Mən uçuşdan bir saat əvvəl aeroporta çatdım. They asked me for my passport. I wanted to give my passport, but it wasn't in my bag. Onlar məndən pasportumu istədilər. Mən vermək istədim, amma mənim çantamda değildi. It was very sad. I was very sad because my plane took off, but I couldn't fly on it. Mən çox qəmgin idim, çünki mənim təyyarəm havaya qalxdı, amma mən onun içində uça bilmədim. Burada 5-ci tapşırıqda verilmiş cümlələrə əsasən mətn qurmalıyıq. Your plane landed in a different city. You arrived at the airport, but you couldn't find your passport. You took the wrong suitcase. You booked the wrong flight. Sən səhv çamadan götürmüsən. Sən səhv uçuş sifariş vermisən. Bunların birini götürüb bunlara hekayəyə qurmalıyıq. Sonra bura baxırıq. A single ticket, bir tərəfli biletdir. Gedirsən, is a ticket to travel only to a place but not back. Gedirsən, amma geri gəlmirsən. A return ticket, gedirsən, həm də eyni zamanda həmin biletlə geri qayıdırsan. Is a ticket to travel to a place and back. Aha, do you like traveling? Səyahət etməyə xoşlayırsınızmı? Why or why not? Nə üçün? Hə, nə üçün yox? What presents can we take to our friends in other countries? Biz başqa ölkələrdən dostlarımıza nə hədiyyələr gətirə bilərik? How should people make travel plans? İnsanlar səyahət planlarını görək necə etsinlər. Sonra baxırıq bura. Read the email and answer the question. E-maili oxuyun və suala cavab verin. What is the email mainly about? E-mail əsasən nə haqqındadır? A flight to Belfast, presents from friends, a plane of a visit to London, Emilia's ideas. Belfastda uçuş, dostlara hədiyyə, dostlardan hədiyyə, Londona deməli gəzmək, planlamaq, Emily'nin ideyaları. Baxırıq indi bura. Katie. Hi Katie, salam Katie. I want to share good news with you. Mən səninlə yaxşı xəbəri paylaşmaq istəyirəm. I am going to study in London for 1 year. Mən bir illik Londona təhsil almağa gedirəm. I am flying to London on September 3 and I am very excited to see you there soon. Mən sentyabrın 3-də Londona uçuram və mən orada tezliklə səni görəcəyim üçün həyəcanlıyam. I wanted to plan everything and then share the news with you. Mən istədim ki, hər şeyi planlayım, sonra xəbəri səninlə bölüşüm. My brother is flying with me. Qardaşım da mənimlə uçur. Yesterday I booked the flight for us. Dünən mən bizim üçün bilet sifariş etdim. He is flying back to Baku on September 10. O ayın 10-da Bakıya geri uçur. So we bought him a return ticket. Beləliklə biz ona gediş-qayıdış bileti aldıq. My ticket is a single ticket. Mənim biletim bir tərəfli biletdir. I have all the plans ready. Mənim bütün planlarım artıq
hazırdır. The plane takes off at 8 a.m. Deməli, təyyarə saat 8-də enir. At 5 a.m. we are going to take a taxi and I am planning to arrive at the airport before 6 a.m. Saat 5-də biz taksi sifariş edirik və mən planlayıram ki, deməli biz hava limanına saat 6-dan əvvəl çatacağıq. Yes, I know it is a bit early, but I don't want to miss the plane again. Mən bilirəm ki, bu biraz erkəndir, amma mən yenə də deməli təyyarəni qaçırmaq istəmirəm. You know, last year I was 10 minutes late for my flight to Belfast, so I couldn't get on the plane and I couldn't attend the conference in Belfast. Sən bilirsən ki, mən keçən il təyyarəyə Belfast olan uçuşma 10 dəqiqə gecikdim və beləliklə də mən təyyarəyə minə bilmədim və Belfastda olan konferansda iştirak edə bilmədim. It is the worst memory for me. Bu mənim üçün ən pis xatirədir. Yesterday my sister helped me pack my suitcase. Dünən bacım mənə çantamı yığmaqda kömək etdi. I have a lot of presents for you from all your friends. Mənim sənin bütün dostlarından sənə hədiyyələrim var. Some presents have names on them. Bəzi hədiyyələrin üstündə ad var. But some are without names. Amma bəziləri adsızdır. It is all Emilia's idea. Bunların hamısı Emilia'nın ideyalardır. She thinks you will find the names yourself. O düşünür ki, sən adları özün tapacaqsan. I am sure you will like all of them. Mən əminəm ki, sən onların hər birini xoşlayacaqsan. I didn't know what to choose for you. Mən bilmirəm sənin üçün nə seçim. But now I know. Amma bildim, indi bildim. I will bring Şəki paxlava for you. See you there soon. İndi deyir, tapdım. Mən sənin üçün Şəki paxlavası gətirəcəm. See you there soon. Tezliklə orada görüşərik. Hugs, Asli. Deməli, mətnimizin əsas ideyası nədir? A plan of a visit to London. Londona səyahət planı. Keçirik. İndi burada bizim qayda izahımız var. Həmin qaydamıza baxırıq. Burada mətn əsasında suallar da var. How long is Asli going to study in London? Asli Londona nə qədər müddətli gedir? For 1 year, 1 illik gedir. Asli is going to London for 1 year. Who has the return ticket? Kimin gediş-qayıdış bileti var idi? Asli's brother has the return ticket. Aslinin qardaşının gediş-qayıt bileti var idi. When is Asli going to fly back to Baku? Asli Bakıya geriyə nə vaxt qayıtmaq istəyir? When is Asli going to fly back to Baku? Asli Bakıya nə vaxt qayıdacaq, nə vaxt uçacaq? Aslinin Bakıya uçmağı barədə bizə burada nə deyirdi? Bizə burada o barədə bir şey demirdi. Aslinin Bakıya uçmağı barədə. Aslının qardaşının she's flying back to qardaşının geriyə uçmağı barədə dedi. Sentyabrın 10-unda uçmalıdır. Asli isə gedib When is Asli going to fly back to Baku? Asli Bakıya nə vaxt uçacaq? Bu arada heç nə yoxdur. When is Asli's flight to London? Aslinin London olan səyahəti nə vaxtdır? Uçuşu nə vaxtdır? Sentyabrın 3-dədir bu. Asli is flying to London on September 3. Why does Asli want to be at the airport earlier? Because
he he doesn't because she doesn't want to miss the airplane. Nə üçün deyir əsl aeroporta erkən gəlmək istəyir? Çünki təyyarəni qaçırmaq istəmir. Because she doesn't want to miss the airplane. Sonra why was Əsli late to her flight last year? Əsli nə üçün keçən il uçuşa gecikmişdi? Because Əsli woke up late. So he missed the flight. Who helped Əsli to pack the suitcase? Əsli sister helped to pack the suitcase. How many presents are without names? Some of them are without names. Bu da mətnimizin sualları.